Salam əziz tələbələr, bugün sizlərlə dövlət qulluğu üzrə ümumi sınaq imtahanı 2 suallarının video izahına baxırıq. Qeyd edim ki, bu video izahdakı bütün suallar müxtəlif aylarda dövlət qulluğunun qəbuluna düşmüş suallardır. Vaxt itirmədən keçək suallarımızın izahına. İlk sualımız ədəd-şəkil münasibətlərinə aid sualdır. Biraz çətin sualdır. Bax, sən bu nümunədən istifadə eləyərək bu nümunəni tapmalısan. Yəni burada necə sistem qurulubsa, o sistemin eynisi də burada qurulmalıdır. Məsələ nədir? Bax, burada ortadakılar cavabdır. İndi, misal üçün, bax, bu 3 necə alınıb? Bu 3 almaq üçün 2 ilə 1-i toplayıb, görürsüz? Yəni, buradakı ədədi almaq üçün ya bu ədədi, ya da bu ədədi toplayıb. 2 ilə 1-in cəmi nədir? Eləyir 3. Ya belə olur, 2 ilə 1-in cəmi 3, ya da ki, bu cürlə. Bax, bu 2 ilə də bu 1-in cəmi bizə nə verir? 3. Görürsüz? Yəni, yuxarısını, aşağısını toplayanda 3 alınır, yaxud sol və sağ tərəfi toplayanda 3 alınır. Uyğun olaraq bu 3-ün yerində nədir yanıb bizdə? 3-ün yerində yanıb 120. 120 hansı ədədlərin cəmidir? Baxın, ya 69 ilə 51-in cəmidir, zaten ödəyir bu. Ya da ki, bu sistemlə geçsə, ya da ki, 94 ilə A-nın cəmi bizə 120 verməlidir. 94-ün üstünə isə gələndə 120 eləyər. Bilirəm ki, 23. Biz A-mızı tapdıq, 23. İndi keçirəm digər B-ni tapmağa. Bax, bu sistem oldu belə. Deməli, bu 3-ü tapmaq üçün ya yuxarı ilə aşağını toplayırsan, ya da ki, soldan sağa. Bu 1-də isə çarpaz gedir. Bax, bu 1-i tapmaq üçün mən. Bax, bu 0-la bu 1-in cəmi nə eləyir? 1. Ya da ki, belə deyə bilərsən. Bu 0-la bu 1-in cəmi nə eləyir? 1. Yəni, bunları diagonal toplayanda bura, yaxud bunları diagonal toplayanda bura yazırsan. Digərləri onsuz sətr yuxarı ilə aşağı, yaxud soldan sağa idi. İndi uyğun olaraq, bax, misal üçün, 92 ilə 148-i toplayanda sən zaten 240 alırsan, ya da 240-ı necə ala bilərsən? 102 ilə bu B-ni toplayanda. 102-nin üstünə B gələndə 240 eləyirsə, B-ni də tapırıq ki, B də olur 138. Bu 138, bu da olur 23. Bunların cəmi bizə verir 161. Cavab olur C bəndi. Növbəti sual çox sadə suallardan biridir. Cədvəllər mövzusuna aid sualdır. Biraz görməli sualdır. Burada sütun üzrə baxırsan. Misal üçün, 12 ilə 18-in cəmi neçə eləyir? Eləyir 30. 30-un yarısı nədir? 15. 7 ilə 3-ün cəmi nədir? 10. 10-un yarısı nədir? 5. 5 ilə 3-ün cəmi 8. 8-in yarısı nədir? 4. 7 ilə 9-u toplayıram, eləyir 16. 16-nın da yarısı nədir? 8. Cavab olur C bəndi, digərlərində də ödəyir. Növbəti sual hesab əməllərinə aid sualdır. Belə bir sistem verib bizə. Deyir, hansı şərt mütləq doğrudur? Bu 3 şərtdən bir neçəsini yaxud birini seçməliyik. Mütləq doğru olan versiyaları. Burada nəyə fikir vermək lazımdır? Qızıl qaydamız var idi bizim. Baxın, sütun üzrə cəmlər bərabər olarsa, bax, bu sütun nədir? 2 dənə L, bir dənə K. Bu sütun nədir? Yenə 2 dənə L, bir dənə K. Baxın, bu da 2L üstə gəl K deməkdir. Burada 2L üstə gəl K deməkdir. Deməli, sütunlar bərabərdir. Biz bilirik ki, sütun üzrə cəmlər bərabər olarsa, onda bir dənə sütunun cəmi nəyə bərabər idi? Birinci və axırıncı ədədin birləşməsinə. Yəni, burada L, yəni burada 2 dənə L və K-nın cəmi 17-dir. Yazıram. Yəni, K üstə gəlinsin 2L bərabərdir bizdə 17-yə. Bax, həqiqətən də elə olur da. Bunların cəmi 7 də verə bilər, 17 də verə bilər. Bax, bunların cəmi tutalım 17-dir. 7 yazıram 1 yadda. Bunların da cəmi 17-dir axı, eyni şeydir. Bunların cəmi 17 olduğuna görə bu 1 yadda olur 18. Görürsünüz? Ya da ki, sadəcə gətirib qırağındakı ədədləri birləşdirirsən. 1 ilə 7-ni birləşdirəndə olur 17. Bir də belə suallarda əsas məsələ nə idi? Qıraqların cəmi bizə ortadakı ədədi verir. Bax, 1 ilə 7-nin cəmi 8 olur. Bu sistemi bildik. Buradan avtomatik birinci ifadə mütləq doğrudur. K nəyə bərabərdir? 17 çıx 2 elə. Buradan K-nı tapsan, bu müsbət 2 keçir digər tərəfə olur. 17 sığsın 2 el. Bir düzdür. İndi K vur L 8-dən böyükdür, K L-dən böyükdür. Bunları da bir-bir yoxlamalısan. Sən necə eləyirsən? Bax, bilirəm ki, mən burada bir-bir qiymət atmalıyam. Burası öz yerində. Bax, bu arada bu 2L ifadəsi nədir? Bu 2L-in ifadəsi bir cütdür. Çünki L neçə belə olsa, nəyəsə 2-yə vuranda həmişə cüt ədəd eləyir. Bax,
Bizdə bu ifadəmiz nədir? Bu ifadəmiz bizdə bildik ki, cüt ədəddir. İndi bura əgər cüt ədədsə, cüt ədədin üstünə nə gəlsəm tək ədəd eləyər. Ancaq tək ədəd. K avtomatik bilirəm ki, mütləq tək ədəd eləməlidir. Çünki cütlə təki toplayanda tək verirdi. 17 tək ədəddir axı 2-yə bölünmür. K-ya tək ədədlər verə bilərəm. Misal üçün, mən K-ya bax gətirib 1 yazsam, 17-dən 1 çıxıram 16, 2 el 16-dırsa el olur 8. K-ya 2 verənmərəm də deyək K cüt ədəd olmaz. Lap buna yoxlayaq. K-ya 2 versən 17, 2-nin üstünə nə gəlsəm 17 eləyər. 15. 2 el ifadəsi 15 eləyə bilməz. Yəni el 7,5 alınmaz. K-ya bu dəfə 3 verirəm. K 3 olsa 17-dən 3 çıxıram eləyir 14. 2 el 14-sə el deməli 7-dir. K-ya bir dəfə 5 versəm 17-dən 5 çıxıram 12. 2 el 12-sə el də 6-dır. Və diqqətlə baxın bu 1 3 5 gedir. Bu isə 1 1 azalır. Bu 1 3 5 indi bura 7 olacaq. Sonra bura maksimum 7 olsa bura 8 7 6 5 olur. Həqiqətən baxın 2 vur 5 10 üstünə 7 gəndə 17. K-ya mən 9 desəm 9 desəm K-ya 17-dən 9 çıxacaq. Olacaq 8. 2 el 8 isə el də olur 4. Baxın 1 3 5 7 9 qiymətləri ala bilər K, el isə 8 7 6 5 4. Bunu zaten bu ikisini yazıb bunun bu sistemini də tutmaq olardı ki, bu da bu 2 2 artır, bu isə 1 1 azalır. Bitdi. Bax, deyir K vur el 8-dən böyükdür. Bax burada bəli K-nı elə vursan 36 eləyir. Bəli 8-dən böyükdür. Burada da 8-dən böyükdür. Burada da amma burada 1-i 8-ə vuranda 8-də eləyir. Yəni bu mütləq deyil. Bu ola da bilər, olmaya da bilər. Çünki 1-i 8-ə vuranda 8-dən böyük olmur. 8-in özünə də bərabər ola bilər. Üçüncü ifadə də mütləq deyil. Çünki K eldən böyük ola bilməz. Ola bilər. Bax məsələn burada K eldən böyükdür. Burada da böyükdür. Amma burada bax el böyükdür K-dan. Görürsüz, bax burada K eldən böyükdür. Burada da. Amma burada tərsinə gedir axı. Burada ellər böyükdür K-dan. Yəni K eldən böyük ola da bilər, olmaya da bilər. Bizdən mütləq istədiyinə görə cavabımız olur yalnız 1. Növbəti sual qeyri-aşkar operator mövzusuna aid sualdır. Tapmaq olar əslində. Bax 17-ni 25 necə eləyə bilərəm? 17-dən 25-ə necə gələrəm? Üstünə 8 gələrəm. Yaxşı, bu 2-nin 8 ilə əlaqəsi nədir? Bax 2-nin kubu. Yəni burada düsturum budur. A-nın üstünə gəlirəm B-nin kubunu. Yəni birinci ədədin üstünə ikinci ədədin kubunu gəlirəm. Amma 14-ün üstünə gəlirəm. Bunun kubu nədir? 27. 14-ün üstünə 27 gələndə 41 olur. 6-nın üstünə 8 gəlirəm 14. 26-nın üstünə 4-ün kubu 64 eləyək. 26 ilə 64-ü toplayanda olacaq 90. Burada da bax 1-in üstünə 1-in kubunu gəlmirsən. Yəni 1-in üstünə 1-in kubu elə 1-dir axı. 1 üstə gəl 1 də bizə verir 2. Cavabım olur B variantı. Növbəti sual belə bir fiqur verib deyir bu şəkildə neçə dənə üçbucaq var? Bax belə olan halda üsulumuz nədir əslində? Bax əgər sırf bu cür üçbucaqlar olanda olur ha bu. Nə qədər üçbucaq varsa, bax nə qədər üçbucaq var balaca? 1 2 3 4 5 6 7 8 dənə deyil, 2-yə vurursan cavab olur 16. Yəni bu ancaq bir şərtlə ki, belə deyək. Bu ancaq bu sistem ödəyəndə ödəyir. Tamam? Cavab olur belə 16. Amma bəs biz bunu əsl yolu ilə, yəni normalda 1-1 saymalıyıq. Bax 1 2 3 4 5 6 7 8 dənə balaca üçbucaq var. Baxın. Ondan sonra bu xətt bölür 2 dənə üçbucağa. 8 dənə var idi. Baxın 9, burada elədi 10. Bundan sonra 10, aha. Ondan sonra dedi ki bu xətt bölür 2 dənə üçbucağa. Bax bu xətt 2 dənə üçbucağa böldü. 10. Eyni söhbət burada aiddir. Bu xətt də 2 dənə üçbucağa böldü. Görürsüz 11, bu da bir 12. 12 dənə var. Bir də nağd bax bu 4 dənə üçbucağı var. Bax 1 2 3 4. 12 o da 4 nə qədər elədi? 16 dənə. Yəni 8 dənə balaca, bax 4 dənə də bu elədi 12 dənə. Sonra bu xəttin özü 2 dənə üçbucağa böldü. 1 2. Eyni söhbət burada aid. Bu xətt də özü 2 dənə üçbucağa böldü. 1 2 oldu opsiyon 16 dənə. Növbəti sual məşhur suallardan biridir. Artıq bu sualdan dəfələrlə görmüşük. Bir-bir sözləri yoxlamalısan burada variantları. Cavab burada B variantı olacaq. Yasin və sak sözlərindən sanksiya sözü düzəlir. Sanksiya. Bitdi getdi. Cavab B variantıdır. Növbəti sual sadə suallardan biridir. Korluq və qəflət sözlərinə yaxın mənalı sözü tapın. Bax,
Korluq və qəflət sözlərinə yaxın olan bilməsən belə, misal üçün, bax, korluq və qəflət, misal üçün, xasiyyət sözünə əlaqəsi yoxdur. Xəstəliyin əlaqəsi yoxdur. Dolanışığın korluğa nə dəxli var? İnamsızlığın da yox. Burada bir dənə məntiqli cahillik olur. Yəni korluqla qəflət sözlərinə yaxınlıq cahillik deməkdir. Korluq, qəflət, cahillik hamısı sinonim kimi saymaq olar. Növbəti sual fiqurların tamamlanmasına aiddir. Bunu ilə bunu toplamışam. Bu alınıb, bir də nə alınacaq? Bu sualların bir neçə üsulu falan var. Bax, gəl lap belə eləyək siz üçün. Bu indi sadəsidir. Bunların daha çətin versiyaları magistr imtahanına düşür. Dövlət qulluğuna adətən bu cür sadə olur. Bax, bu var ha. Bu V hərfi, baxın, V hərfi bizdə burada var. Görürsüz? Burada var. Bu birisi yekə V hərfi də burada var. Bax, bu xəttlər vardı artıq. Ücədə bu xəttlər olmalı deyil. Bax, ümumiyyətlə belə V hərfi kimi bir şey olmalı deyil səndə. Y səhvdir. Misal üçün, bax, D-də V-nin qulağını veriblər, bu da səhvdir falan. İndi mən nə edərəm? Bax, nağd bilirəm ki, məndə bax, ortada belə bir düz, bax, indi burada nə çatışmır onları yazması. Bax, nağd kvadrat olmalıdır səndə, görsən. Nağd belə bir kvadrat olmalıdır məndə. Kvadrat, düzdürmü? Qara hərflər, xəttlər çəkdim. Ortasında da belə bir xətt. Onu yazdım. Bir də baxın, bizdə nə var? Bax, bu xətt zaten bu xəttdir, eyni şeydir. Belə bir xətt olmalıdır bizdə. Yəni təxminən belə. Bir də bax, bu cürdə xətt olmalıdır ən sağdan. Təxminən belə. Bu da hansı variant verir mənə? Bu da verir mənə A bəndi. Bu sualların sadə üsulları da var, sadə yolları da var təbii ki. Amma ən mənalı, yəni burada rahat tapmaq olur əslində. Yəni bunları üst-üstə qoymuşam. Bu və nə alınıb? Bu lazımdır, bu çatışmırdı. Cavab olur bu, yəni A bəndi. Növbəti sual riyazi məsələlərə aid bir sualdır. Burada məsələ nədən ibarətdir? Bax, bizə deyir ki, şagirdlər 2-2 oturanda 5 nəfər ayaq üstə qalır. 3-3 oturanda isə 4 yer boş qalır. Bax, 4 yer deyir ha burada. Neçə şagird var? Bunu əslində belə deyək də, atanda necə atarsan imtahanda, lap tutalım çatdıra bilmirsənsə, yaxud sualı riyaziyyatın biraz zəifsə, bu sualı saniyələr ərzində necə həll eləyərsən. Bax, 2-2 oturanda zaten oturan tələbələrin sayı cüt olur. Düzdürmü? Məsələn, x qədər parta varsa, hər partada 2 nəfər otursa, olur 2x uşaqların sayı, yəni normalda. Yəni 2-2 otursa cüt sayda ədəd olur. Və plus 2 bu cüt sayda adam oturur və 5 nəfər ayaq üstə qalır. Oturanların sayı cütdür. Üstünə bu 5 nəfər də gələndə o ki tələbələrin sayı verir də. Cüt ədədi üstünə tək ədəd gələndə nə olur? Tək ədəd. Variantlarda bir dənə tək ədəd zaten 39-dur. Yəni belə də yazmaq olar bu sualı vaxt itirmədən. Lap buna heç fikir verməsəz belə nə edərsiniz? Deməli, bax, tələbələr 2-2 oturur. Tam x qədər parta var. 2-2 oturursa, dedik ki, 2x dənə şagird oturub. X qədər parta var. Yəni 2x dənə onda tələbə sayı olur. Oturan tələbələr. Misal 10 dənə partadsa, hər partada 2 nəfər oturursa, onu 2-yə vursan 20 dənə şagird oturub. Deməli 2x şagird oturub. 5 nəfər ayaq üstə qalıb. 2x şagirdimiz var, plus 5 nəfər də ayaq üstədir. Bərabərdir. 3-3 oturanda, yəni yazıram 3x normalda. 4 yer boş qalır. Hə. Çox adam burada çıx 4 yazsa, burada alınmayacaq. Bunu belə də yaza bilərsən. 3, düzdürmü? O ki partaların sayı x daxı. 4 yer boş qalırsa, x çıx 4 kimi də yaza bilərsən. Ya da ki, belə əgər çətin gələrsə, normalda. Belə deyək də, indi. 3x şagird oturub və bu bizdən yazdığımız nədir? Ümumi şagirdlərin sayı. 3x şagird oturub və 4 dənə yer boş qalıb. 4 yerə də normalda nə qədər şagird sığmalı idi? 12 dənə. Yəni sən bu 12-sini çıxmalısan buradan ki, ümumi şagirdlərin sayını tapasan. Çünki 3x şagird oturub plus 4 dənə yer boş qalıb. Bax, hər yerdə 3 nəfər otururdu. 4 vurur 12. Ya da ki, bayaq kimi 3-ü vurarsan x çıx 4-ə. Partaların sayı bu dəfə x çıx 4-dür. Çünki 4 dənəsi boşdur. Və işte buradan x-i tapırsan. Deməli, bunu bu yana keçirdəndə olur 17 bərabərdir x. Deməli, x bizdə 17 imiş. Həqiqətən yerinə qoyanda 2-ni 17-yə vurursan 34, 5 də gəlirsən 39. Cavab zaten alınır. Burada da 17-ni 3-ə vurursan 51, 51-dən 12-sini çıxırsan yenə də eləyir 39. Aha, yenə 39 olur. Düz alınır. Cavab olur C bəndi.
Növbəti sual da natural ədədlərə aid bir sualdır, riyazi məsələlərə aid sualdır. Rəqəmləri hasilinin 2 misli özünə bərabər olan ədədin rəqəmlərinin cəmini tapın. Yerinə qiymət də qoyub eləyə bilərsiniz. Bunu gəl sistemdən belə yazaq. Tam ədədimiz bir XY ədədidir misal üçün. XY ədədi. XY ədədinin rəqəmləri hasil, yəni yazıram X vurulsun Y, hasilinin 2 misli, yəni 2 vurulsun X vurulsun Y. Özünə bərabərdir, yəni XY ədədinə bərabərdir, XY ədədinə. Mən bu arada bu XY ədədini necə yaza bilərəm? O mərtəbə kimi yazanda, bu üstünə xətt odur ki, 2 rəqəmli ədəddir bu. Bunu mən 10x üstəgəl Y yaza bilərəm də. Məsəl üçün atıram da, bu məsəl üçün 46-dırsa 4 vur 10 üstəgəl 6 kimi yazıram. Yəni ədədin mərtəbələr şəklində yazılışıdır bu. Mən bunu necə yazıram? XY ədədini yazıram 10x üstəgəl Y. Yəni əsl həlli ilə götürsək. Bax, buradan Y-i tapaq. Buradan nə alınır? Y-i tapanda bu Y-i tapıram elə bil ki. 10x keçir də bu üzə. 2x Y-dan 10x çıxmalısan yazıram. 2x Y çıx 10x. Gəl buradan 2x-in mötərizə xaricinə çıxardaq. Y çıxılsın 5. Belə bir sistemi alırsan. Bilirəm ki, bu arada, bax, 2 vur x vur y, lap onu qıraqda yazıram. 2 vur x vur y nəyə bərabərdir? X y-ə. Bilirəm ki, avtomatik x y cüt ədəddir. Çünki 2-yə vurulub da. Düzdürmü? X y cüt ədəddir. Bax, y-dan 5 çıxırsansa, y 100% 5-dən böyük qiymət almalıdır. Bax, heç nə yox. Gəl y-ə misal üçün 6 verirəm. Bu arada x y cüt ədəddirsə və y 5-dən böyüksə, y ya 6-dır, ya 8-dir, ya da 0-dır da, yəni cüt ədəd olmaq üçün. Məsələn, 2 zad olmaz. Y 2 zad olsa, burada mənfi zad alınacaq, problem yaranacaq. Ona görə y-ə misal üçün 5-dən böyük nə var? Gəl 6 qoyaq. Alınmasa 8 qoyarıq, alınmasa 0 qoyarıq. 0 qoyanda prosta mənfi alınacaq, o da ödəməyəcək. Y-ə 6 qoysam, 6-dan 5 çıxıram eləyir 1. Buranın qiyməti 1-dir. İndi y 6-dırsa, bu mötərizə 1-dir axı. 2x 6-ya bura 1-dir. 2x 6-dırsa x neçədir? 3. 36 tapdım da ədədimi. X 3, Y 6. Görüm 36 ödəyir. 36 nəyə bərabərdir? 3 dəfə 6 eləyir 18. 18-i də 2-yə vuranda yenə 36 eləyir də. Bax, bu şərt ödəyir. Deməli, ədədim 36 imiş. Ədədin deyir rəqəmləri cəmini. Üstünə 6-ın cəmi nə verir? Mənə verir 9. A bəndi. Növbəti sual çox sadə suallardan biridir. Analogiyaya aid sualdır. Aldanma inamsızlıqdan əmələ gəlir, yaxud aldanma inamsızlıqla nəticələnə bilər. Sən aldanırsansa avtomatik inamsızlıq baş verir səndə. Aldanma inamsızlığa səbəb ola bilər, zəhərlənmə də nəyə səbəb ola bilər? Ölümə səbəb ola bilər. Növbəti sual da məşhur suallardan biridir. Verilmiş anaqramlardan hansı ilk sözün sonu, ikinci sözün əvvəlidir? Bax, cavab B variantıdır. Bu nay sözündən düzəldirsən sən yan sözünü. Baxın, yan. Olur nə? Üsyan və olur yanaq. Üsyan, yanaq. Növbəti sual cədvəllər mövzusuna aid sualdır. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Bax, toplama cədvəlidir bu arada. Gəl yazaq. A üstəgəl A bizə verir B. A-nı A-nı toplayanda nə olur? Yazıram. 2A bərabər olur B-yə. Ondan sonra. 2B bərabərdir C-yə. 2C bərabərdir D-yə. 2D də bərabərdir nəyə? B kvadratına. Yazıram. 2D də bərabərdir B-nin kvadratına. Məndən A-nı istəyir. Mən nə edəcəm? Bax, D nədir? 2C deyil. Bax, buradakı D-nin yerinə, bax, bu ifadəni yazıram. 2D bərabər B kvadrat deyil. Bax, buradakı D nədir? D özü 2C deyil. Bax, bu D-nin yerinə, D-nin yerinə. D-ni pozub yerinə nə yazıram? 2C. Yəni, bunun yerinə yazıram 2C. Yəni, olur 2 vurulsun 2C. Bu bizə verir 4C bərabərdir B kvadratına. C özü nədir? 2B deyil. Bu C-ni də pozub yerinə nə yazıram? 2B. Bunun yerinə yazıram 2B. Yəni, olur 4 vurulsun 2B. Bu bizə verir 8B bərabərdir B kvadratına. B kvadratı nə deməkdir? Yəni, B kvadratı o deməkdir ki, B vurulsun B. Bunu lap belə yazıram. B kvadratını B vur B yazıram. B-lər getdi burada. B bərabər oldu 8-ə.
B8 isə gətirib B-nin yerinə 8 yazıram. Bilirəm ki, 2A bərabərdir 8-ə. 2A 8 isə A bərabər olur 4-ə. Cavabımız olur D variantı. Yəni sadə sualdır, elə də çətin deyil. Yəni gətirib əvəzləmələri düzgün eləsəz, rahatlıqla tapa bilərsiniz. Növbəti sual mətnin məntiqinin təhlilinə aid sual birdir. Növbəti sual mətnin məntiqi təhlilinə aid bir sualdır. Elə də çətin sual deyil. Yəni verilən şeyləri sistemlə yazsan, rahatlıqla tapa bilərsən. Bax, 1, 2, 3, 5 nəfər adam verib. Yazıram adamların adlarını. Aydan Vüsalə, deməli Aydan, Aydanı ayıdı yazıram. Sonra Vüsalə, Ramil, Aysel, Ayseli ayısı yazıram. Bir də Əlirza, Əlirzanı da yazıram. Bunu alıram cədvələ. Bunu yazandan sonra, bax nə var bizdə? Onlar özləri ilə müxtəlif əşyalar götürürlər. Bizdə bir əşyalar var yanlarında, yəni xalça və yaxud döşək. Sonra material var. Bəziləri brezentdir, bəziləri neylondur və s. Bir də nə ilə bərkidirlər? Bəziləri iplə bərkidirlər, bəziləri zəncirlə. 3 dənə parametr var. Bax yazıram. Bura yazıram əşyaları. Yəni xalça və yaxud döşək. Bax, Vüsalə, Ramil və Aysel yalnız xalça apardığı halda digər yoldaşlar özləri ilə döşək gətirirlər. Aha. Deməli, Vüsalə, Ramil və Aysel yalnız xalça aparır. Və Vüsalə, Ramil, Aysel. Vüsalə, Ramil, Aysel xalça. Bunlara X yazıram ki, yəni xalça, xalça, xalça. Yalnız xalça apardığı halda digər yoldaşlar isə özləri ilə döşək gətirirlər. Digərləri döşək gətirir. Bura yazıram döşək. D, burada yazıram D. İndi Vüsalə və Aydan neylon materialdan çadır qururlar. Bura yazacağam materialları və Vüsalə ilə Aydan. Vüsalə ilə Aydan nə edirlər? Neylon materialdan çadır qururlar. Buranı, buradanı. Digər yoldaşların qurduğu çadırların materialı isə brezentdir. Yəni digərləri brezentdir. B, B, B. Bunu da yazdıq. Bir dənə bizdə qaldı nə ilə bərkidirlər. Aydan və Ayseldən başqa bütün yoldaşlar çadırlarını iplə bərkidirlər. Deməli, Aydanla Ayseldən başqa bütün hamısı. Deməli, Aydanla Ayseldən başqa hamısı iplə bərkidir. Deməli, Aydan və Aysel ip deyilsə, onda bu birisilər ipdir. İp, ip, burada ip yazıram. Görürsüz? Aydan və Ayseldən başqa hamısı iplə bərkidirlər. Bir də şərtdə deyir ki, çadırların bərkidilməsi üçün isə ip və zəncirdən istifadə olunubsa, deməli digərləri onda avtomatik zəncirdir. Bunlar zəncirdir. Çünki Aydanla Aysel ip deyilsə, avtomatik zəncir olur. Deyir, indi nə istəyir bizdən? Bax, yalnız xalça aparan, brezent materiallı çadırını zəncirlə bağlayan kimdir? Bax, yalnız xalça aparan, bax, bu 3 nəfərdən biridir. Hələ ki. Brezent material, bax, bunlardan biridir. Bax, üçündən biri yazıram. Çadırını zəncirlə bağlayanda ya budur, ya bu. İndi hər üçündə ortaq olan nədir? Ayseldir, görürsüz? Aysel, xalça, brezent material, bir də zəncir. Görürsüz, hər üçünə uyğun olan Aysel oldu. Cavabım olur Aysel, yəni A bəndi. Növbəti sualımıza baxırıq. Elə də çətin sual deyil. Bu sualdan bir neçə dəfə imtahanlara düşüb. Şərtdə nə verir? Hərəkət boyu yol ayrıcılarına yaxınlaşanda sağ tərəfdəki oxdan faydalanın. Yəni yol ayrıcına yaxınlaşanda sağdakı oxlardan faydalanın. Yəni yolun sağındakı. Bir də şərtdə deyir ki, həmin yerdə ox yoxdursa, yol ayrıcılarında hərəkət düzünə davam etdirilir. Sualın yerinə uyğun gələn variant tapın. Bax, şərt verir ki, K gəlib çıxıb G-yə. Bax, K səndə burdadır, düzdürmü? G səndə burdadır. K elə bir şey hərəkətlə gəlib G-yə çıxıb. Gör necə çıxmalıdır. Bax, bu sual bir neçə dəfə imtahana düşüb. Bəzilərində oxun əksinə hərəkət eləmişik. Misal üçün, bu sualda oxun istiqamətində hərəkət edirsən. Onu hardan bilirəm? Bax, bu nümunədə K necə G-yə gələ bilər? Bax, adam gəldi burada və bir də əsas məsələ yolun sağ tərəfindəki oxlara baxmalısan. Misal üçün, sən maşınsan, maşından gedirsən belə.
Yolun təbii ki, sağındakı şeylərə baxmalısan da, znaklara baxmalısan. Ya misal üçün maşınla belə gedirsənsə, sənin sağın hara olur? Bura olur da. Bax burdakı znaklara baxmalısan. Misal üçün belə gedirsənsə maşınla, bu belə gedəndə yolun sağı bura olur. Misal üçün belə də gedəndə yolun sağı hansı olur? Bu tərəf olur da. Yəni özünün sağ tərəfindəki znaklara baxmalısan. Bax adam gəlir burdan. Görürsüz, belə gəlir də üz aşağı. Yolun sağı bura olur da. Nə deyir? Deyir ki, sağa dön. Yəni bu yana dön deyir. Adam döndü bu yana. Bu nə deyir? Yolun sağındakı znak da bu. Görürsüz, bu deyir ki, aşağı dön. Düşdüm aşağı. Ha burada znak yoxdur, görürsüz? Belə gedəndə axı yolun sağı bura olur. Burada znak yoxdur. Nə edirəm? Düz davam etdim. Deyir axı, ox yoxdursa düzünə davam et. Necə gəlirdinsə elə. Bax, ox yoxsa düz davam edirəm. Hə, bu znak nə deyir? Deyir ki, bu tərəfə dön, sola. Dönürəm sola. Belə görüm, alınmasa tərsinə gedərəm. Yəni oxların məsələn burada burada sağa döndürmür, mən sola dönərəm falan. Yəni o cür nə də ola bilər. Bax burada znak yoxdur yenə. Görürsüz yenə düz davam elətdirirəm. Nə deyir bu znak? Aşağı düş deyir. Düşürəm aşağı. Bax burada znak yoxdur. Yenə düz davam eləyirəm. Znak nə deyir? Görürsüz bu tərəfə dön. Döndüm. Bax buradakı znak yoxdur. Yolun sağı buradır axı. Yoxdur, davam eləyirəm. Yenə bax znak yoxdur. Davam eləyirəm. Bax görsən K gəlib G-yə çıxdı. Deməli hərəkət oxların istiqamətindəymiş. Oxların əksinə də ola bilər ha bu suallarda. Onu ki sən bu nümunədən tapırsan. Məsələn, sağa dönürsə sola dönürsən, yuxarıdırsa aşağı dönürsən, nə bilim aşağıdırsa yuxarı dönürsən və s. K deyir G-yə gəldi. Bildim ki, K G-yə necə gəlib çıxdı. İndi uyğun olaraq nə edirəm? Mən tapmalıyam ki, X, Z və Y hansı sözləri əmələ gətirəcək. Bax X nədir burada? X budur. Bax X gəldi burdan. Yolun sağındakı budur, düzdürmü? Bu deyir sağa dön. Sağa döndüm. Deyir aşağı düş. Düşdüm. Bax burada znak yoxdur. Yenə düz davam eləyirəm. Bax burada da znak yoxdur. Düz davam eləyirəm. Deyir sola dön. Döndüm. Bax yenə znak yoxdur burada. Düz davam eləyirəm. Deyir aşağı düş. Düşdüm. Deyir ki, bax dön bu yana. Görsən bu znak budur. Döndüm. O da deyir aşağı düş, düşdüm. Deməli X gəldi N hərfinə. Bura oldu N. İndi keçirəm digər Z-də baxmağa. Z burdadır. Bax Z gəldi burdan. Bax deyir aşağı düş. Znak. Yox, üzr istəyirəm. X gəldi burdan. Bax burada sağ tərəfdə heç nə yoxdur. Düz davam eləyirəm. Bax yenə sağ tərəfdə heç nə yoxdur, znak yoxdur. Düz davam eləyirəm. Deyir ki, bax dön bu yana. Burdan dönürəm. Sağ tərəfdəki yol budur da, düzdürmü? Znak. Bu nə deyir? Yuxarı çıx. Çıxdım yuxarı. Yenə znak yoxdur. Davam eləyirəm. Deyir sağa dön. Döndüm. Deyir aşağı düş. Düşdüm. Znak yoxdur. Düz davam eləyirəm. Deyir sağa dön. Döndüm. Yenə znak yoxdur. Düz davam eləyirəm. Yenə znak yoxdur. Düz davam eləyirəm. Gəldi hara çıxdı? R-ya. N, R, zaten cavabım Y bənd eləyir. N, R, o birisi də avtomatik A-ya gələcək. Lap dəqiq olmaq üçün baxaq görək. Y burdadır. Gəldi. Bax znak yoxdur burada, görürsüz? Düz davam eləyirəm. Bax yenə znak yoxdur. Düz davam eləyirəm. Yenə znak yoxdur, düz davam eləyirəm. Deyir ki, bax bu yana dön. Döndüm. Bax yenə znak yoxdur. Düz davam eləyirəm. Yenə znak yoxdur. Düz davam eləyirəm. Znak deyir ki, yuxarı çıx. Çıxdım yuxarı. Znak yoxdur. Düz davam eləyirəm. Yenə yoxdur. Düz davam eləyirəm. Sağa dön deyir. Dönürəm sağa. Görsən hara gəlib düşür? A-ya. Yəni elə də çətin sual deyil. Yəni sadəcə mahiyyətini tutsan, görəcəksən ki, həqiqətən də çox sadə suallardan biridir. Növbəti sualımız sınıq xətt mövzusuna aid sualdır. Sınıq xəttin qaydalarını zaten hər imtahanda verir. Mən daha bunu oxumayacağam. Promoy sualımıza baxacağam. Bizdən nə istəyir? Hansı xanalardan keçənməz? Sınıq xətt ümumiyyətlə bir dənə suallıq deyil. Yəni gərək bu mövzunun məqsədini biləsən ki, sual ola bilər. İlk dəfə görən üçün bu sual aydın olmaya bilər. Bax, sınıq xətti məsələ nə idi? Biraz xatırladım qaydaları. Xətt qara xananın içində 90 dərəcə sınmalıdır. Qaranın içində 90 dərəcə sınmalıdır. Boz xanadan isə düz keçməlidir. Boz xananın içində sına bilməz. Bəli, qara xananın içində 90 dərəcə sınmalı. Boz xanadan isə düz keçməlidir. Prosta boz xanadan ya əvvəl sınmalıdır, ya sonra sınmalıdır, ya da ola bilər ki, həm əvvəl sınsın, həm sonra sınsın. Amma ən azından bir dənə yerdə sınmalıdır. Yəni boz xanadan ya əvvəl, ya da sonra sınmalıdır. Ola bilər həm əvvəl sınsın, həm sonra. Amma minimum bir dənə yerdə sınmalıdır. Məsələn, bax belə ola bilməz. Bax, boz xanadan görsən nə əvvəl sınıb, nə sonra sınıb. Bu səhvdir. Məsələn, bax belə ola bilər. Boz xanadan görsən sonra sınıb. Yaxud bax belə də ola bilər. Boz xanadan misal üçün bax sonra sınıb, yaxud belə. Boz xanadan bax əvvəl sınıb, görürsüz? Fərqi yoxdur.
Bəs mən hardan başlayırdım bu sualları həll eləməyə? Yadınıza gəlirsə əgər demişdik ki, sınıq xəttdə həmişə başlayırıq ən qırağıda olan xanalardan. Bax, söhbət bunlardan gedir. Ən qırağdakılardan. Ən qırağda olan qara xanalardan mərkəzə doğru xətt çəkirdik. Bax, bundan bu mərkəz haradır? Bax, bu tərəfdə, yəni mərkəz. Mərkəzə doğru bax belə bir xətt çəkilir. Buradan da mərkəzə doğru belə bir xətt. Belə olan halda bax həm belə, həm belə çəkirdim. Buradan da mərkəzə doğru xətt çəkirəm. Bir dedi ki, ən qırağda olan boz xanalardan isə düz xətt keçirdirdim. Bundan düz xətt belə keçirmərəm axı, belə mənası olmaz da özünü kəsir. Belə keçməlidir. Buradan da xəttin bax belə keçməlidir. Zaten bax bunlar bir-birinə birləşdi. Belə buradan da necə keçməli? Bax buradan belə. Bir də demişdik ki, 2-3 dənə bax bu cürünə ardıcıl boz xana varsa, bunlardan eyni paralel xəttlər keçir. Bax bu zaten görürsüz buna birləşdi. Bu buna birləşdisə, bax belə olan halda həm buna paralel deyirik, həm də ziqzaq deyirik. Bax bu cürünə ziqzaq şəkildə bir-birinə birləşməlidir. Bura zaten gəlib birləşdi bura. Bundan sonrası onsuz təxminən birləşdirirsən. Bax bu da gəlib birləşdi buna. Bu var ha, sınmalıdır, gəlməlidir bura. Çünki qara xananın dedik axı içində sınmalıdır. Bu gəldi buradan düz keçdi içindən. İndi baxın, boz xanadan əvvəl sınmayıb axı, o mütləq sonra sınmalıdır. Sola sınsa özünü kəsəcək. Özünü kəsə bilməz burada. Sağa sınmalıdır. Bu da avtomatik birləşdi bura. İndi bunları necə birləşdirərsən? Hə deyərsən ki, ay müəllim, gəl bunları da belə birləşdirək. Yox. Bu sualın qaydası odur ki, mən indi qaydaları üzdən dedim. Bütün qara və boz xanalardan keçməlidir bu sınıq xətti. Və bunlardan keçməsi üçün burada avtomatik belə bir şey olmalıdır. Bitdi. Baxın, bütün qara xanalarda 90 dərəcə sındı. Heç bir boz xanada sınmadı. Baxın, boz xanaların hamısından düz keçdi. Boz xanada da ki, ya əvvəl sındı, ya sonra, o ki, sonraki məsələdir. Sınıq xətt hansı xanalardan keçə bilməz? Hansılardan keçməlidir? 5-dən və 4-dən. Cavabım olur 4 ilə 5. Növbəti sual sadə suallardan biridir. Adi yaş məsələsidir. Qardaşı anadan olanda Məmmədin 11 yaşı var. Bax, qardaşı anadan olanda, yəni doğulanda nə deməkdir? Yəni qardaşının 0 yaşı olanda Məmmədin 11 yaşı var idi. İndi onların yaşları cəmi 43-dür. Məmmədin indi neçə yaşı var? Bax, tam aradan x keçib də, düzdürmü? X il keçib. X il keçibsə, qardaşı 0 yaşında idi. X il keçəndə qardaşının yaşı oldu. Belə deyim də, aradan baxıram ki, Məmməd qardaşından 11 yaş böyükdürsə, qardaşının x yaşı varsa, Məmmədin avtomatik olacaq x üstəgəl 11 yaşı, düzdürmü? Belə götürəndə 11 yaş yenə böyükdür. Bunların yaşları cəmi neçədir? 43. Bərabər edirsən 43-ə. 2x üstəgəl 11 bərabərdir 43. 2x bərabərdir 32. X bərabərdir 16. Yəni bunun 16 yaşı var. Bunun da x üstəgəl 11 idi axı. 16 üstəgəl 11 də bizə verir 27. Nə deyir indi? Məmmədin indi neçə yaşı var? X nə idi? Bunun qardaşı idi. 11 olanda Məmməd idi, 11 yaş böyük olan. Məmmədin neçə yaşı var? 27. Görürsə, çox sadə suallardan biridir. Lap uzaq başı yerinə qoyarsan. Məmmədin 27 yaşı varsa, 43-dən 27 çıxanda yerdə qalır 16. Həqiqətən, bax, bu bundan 11 yaş böyükdür. Görürsən, bu şərt ödəyir. Cavabım olur Y variantı. Növbəti sualımıza baxırıq. Standart şablon sual tipindən biridir. Demək olar hər imtahana düşür. Burada 4-cü ardıcılığı tamamlaması. Bax, gəl birincinin düsturu nədir? Bax, 3-dən 15-ə gəlmək üçün bir dənə ki, 5-ə vurub, bax, 1 çıxıb. 5-ə vurub 1 çıxıb. Deməli, birincinin düsturu oldu. 5-ə vur, çıx 1. İkincinin düsturu nədir? 5-ə bölüb 1 gəlib. 5-ə bölüb 1 gəlib, deməli. 5-ə bölüb 1 gəlib. Bunun düsturu nədir? 3-ə vurub 1 çıxıb. 3-ə vurub 1 çıxıb. Deməli, 3-ə vurub 1 çıxıb. Bax, bunlar əlaqəlidir. Baxın, vur 5 idi, gəlib olub böl 5. Çıx 1 idi, gəlib olub üstə gəlib. Ədədlər dəyişməyəcək. O 5 hələ 5 qalıb, 1 də hələ 1 qalıb. 3 ilə 1 yəni yerində qalmalıdır. Bax, vurma nə olub? Gəlib olub bölmə. İndi burada vurmadsa, gəlib olmalıdır bölmə. Çıxma nə olub? Toplama. İndi burada da çıxmadsa, nə olmalıdır? Toplama. 3-ə bölüb 1 gəlməlisən. Çox adam gətirib B variantı yazır. Deyir, niyə bax? 3-ə bölüb 1 gəlir. Düzdür də, 3-ə bölüb, 3-ə böləndə axı düz gəlmir. Bax, əvvəlini yoxlayın, axırınacan gedin, yəni çalışın. Sona qədər yoxlayın. B bəndi görsən bir yerdə qırılır. 3-ə bölüb 1 gəlməliyəm. Deməli, bu olmalıdır. Baxın, 3-ə bölüb 1 gəlib. 3-ə bölüb, görürsünüz, 1 gəlib. Cavab avtomatik C bəndi olmuş olur.
Növbəti sual hər dəfə demək olar imtahana düşən Kakurodur. Burada qaydalar yazılıb. Kakuroda əsas məsələ nə idi? Bax bunların cəmi sənə bu ədədi verməlidir, bunların cəmi bu ədədi, bunların cəmi bu ədədi verməlidir, bunların da cəmi bu ədədi verməlidir. Uyğun olaraq sətirlə baxsan, bunların cəmi buranı, bunların cəmi bu ədədi verməlidir, bunların da cəmi bu ədədi, bunların da cəmi bizə bu ədədi verməlidir. Yəni A xanlara rəqəmlər yazmalısan. Minimum 0 yaza bilər. Üzr istəyirəm, Kakuroda 0 olmaz. Baxın, 0-dan fərqli bir rəqəmli ədədlər. Yəni maksimum 9 yaza bilərsən Kakuroda, minimum 1. Uyğunluğu tapmalısan ki, hansıdır. Biraz bunu böyüdüm. Deməli, bax məsələ nədir? Hardan başlayırıq ümumiyyətlə belə suallarda? Ya ən böyük ya da ən balaca ədədlərdən falan başlaya bilərsən. Burada bəzi sehrli ədədlər var. Bax 16 ancaq 9 ilə 7-nin cəmi ilə alınır. Başqa ədəd mümkün deyil. Dedik axı maksimum 9 yaza bilərsən bunlara. 9 ilə 7. Mən bura 9 yaza bilmərəm. Bilirsiniz niyə? Bura 9 yazsam, onda bu iki ədədin cəmi 2 eləməlidir 11-ə görə. 2 də ya 2 ilə 0-dır. Dedik Kakuroda 0 olmaz. Ya da 1 ilə 1. Bu arada Kakuroda təkrar olmamalıdır. Sətir sütunla. Amma ola bilər ha, məsəl üçün atıram bura 1 olsun, burada 1 olsun. Bax belə olar. Amma məsələn bura 1-isə bura 1 olmaz. Bax belə olmaz yəni. Görürsüz mümkün deyil. 9 bunların cəmi 2 verə bilməz. Kakuroda 2 dənə xananın cəmi minimum 3 verir. 1 ilə 2 olanda o da. Yəni bura 9 yaza bilmirəmsə, onda 9-u bura yazıram. Bura da yazıram 7. 9 ilə 7. Bunu yazdıq. İndi hardan başlayırıq? Misal üçün, bilirəm ki 7-ni 11 eləmək üçün 4 lazımdır. 4 də 3 ilə 1-dir. Məsələn 9-u da 12 eləmək üçün 3 lazımdır. 3 də ancaq 1 ilə 2-dir. Bunun hələ ki hansı olduğunu bilmirik. Bax 11 nədir bizdə? 11 ancaq 1, 2, 3, 5-dir. Bax 11 almaq üçün sən 1, 2, 3, 6 elədi axı. Bir dənə də 5 çatışmır. 11 almaq üçün 1, 2, 3, 5 yazarsan. Bax, mən bura 1 yaza bilmərəm. Bilirsiniz niyə? Bu iki ədədin cəmi onda 21 eləməlidir də. 1 yazmışam axı. İki ədədin cəmi 21 verməz. Maksimum 17 verər 9-dan 8 olanda. Bura 2 də yaza bilmərəm. Dedik axı bunlar 1, 2, 3, 5-dən biridir. Bura 2 yazsam, yəni bu iki ədədin cəmi 20 eləyə bilməz. Maksimum 9, 8 yaza bilərsən də. Bura 3 yazsam, bu iki ədədin cəmi yenə 19 eləyə bilməz. Avtomatik bura nə düşür? Bura avtomatik düşür 5. 5-i də 22 eləmək üçün 17 lazımdır. 17 də bilirəm ki 9 ilə 8-dir. 9 ilə 8-dirsə 17. Mən bura 9, bura 8 yaza bilmərəm. Çünki bura 8 olsa, burada 8 olur. Problem yaranır. Avtomatik nə edirəm? 8-i bura atıram, burada atıram 9-u. Bura 9-sa, 9-u da 16 eləmək üçün 7 lazımdır. Bunu da yazdıq. Ondan sonra nə edirəm? Misal üçün, hardan baxa bilərik? Hələ ki, düşünək görək. Tutalım, bax, 7-ni dedik 11 eləmək üçün 4 lazımdır, 3 ilə 1. Burayacan biz gəlmişik. Bundan sonra oje atarıq rəqəm. Bax, burayacan dəqiq düzdür. Dedik ki, 7-ni 11 eləmək üçün 4 lazım. 4 də 3 ilə 1-dir. Misal üçün də gəl bura 1 ataq, bura 3 ataq. 12 də nədir? 2 ilə 1 lazımdır. Bura 1 olmaz. Onda 1 buradır, 2 də buradır. Bunların cəmi nə eləyir? 8, düzdürmü? 9 eləyir, üzr istəyirəm. Onda avtomatik bura 2 qalır. 7-nin üstünə 2 gələndə olur 9. 18 olmaq üçün 9 lazımdır. Ödədi bu. Buna qayıdacam bir dənə. Gəl bir dənə bunun tərsini yoxlayaq. Bura 1, bura 3 verdin də. Bura niyə belə olmasın bəs? 3 bura, 1 bura. 9-u 12 eləmək üçün 3 lazımdır. 1 ilə 2. Onda bura 1, bura 2 düşür. Bunların cəmi nə eləyir? Bunların cəmi eləyir 8. 8-də 3 lazımdır. 7 üstə gəlir 3, 10. 18 lazım olmaq üçün 8 lazımdır. Bax, 8-lər təkrar oldu. Ona görə biz bunu 3 ilə 1-i bax yanlış atdıq. Deməli necə düzəltməliyik? Bura 1, bura 3. 9-u da 12 eləmək üçün 3 lazımdır. 3 də 1 ilə 2-dir. Bura 1, bura 2. Bunların cəmi 11 eləyir. Bura ancaq 9 qalır. Burada avtomatik qalır 2. Bax bitdi getdi, görürsüz? Yəni bir yerdə bilməyəndə qələmi dəyişdirib atın. Yəni bilin də hardan. Özüm qələmi dəyişdirmiş, mən bu hissələr atmışdım. Bizdən istəyir tək ədədləri və cüt ədədləri. Bax, cüt ədədlər birinci olmalıdır. Cüt ədədlər hansıdır? N ilə T. T ilə N cüt ədədlərdir. Yəni N ilə T. 1-ə B ilə Y gedir. Hələ cavab promoy B bəndi qalır. Tək ədədlərdə qalanları. Cavab olur
İndi isə baxırıq 19-cu sualımıza. Deyir ki, evdən saat 14:05-də çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdən baxanda şəkildəki vəziyyəti görür. Deməli, bu hansı vəziyyətdir? Dəqiq işləyən saatın hal-hazırdakı güzgüdəki vəziyyəti. Yəni bu güzgü əksi saatın. Mən birinci nə etməliyəm? Bunun güzgü əksini tapmalıyam. İmtahanda bunu necə eləyə bilərsiniz? Bax, bunu faylı qoyursunuz kompüterin ekranının üzərinə, ruçkanın üzərindən çəkirsiniz. Yəni bunu çəkirsiniz faylın üstündə, sonra faylı tərsinə çevirəndə eynən güzgü əksi alınacaq. Bax, hal-hazırda saatımız belə deyil. Tərsinəsini tapanda, yəni faylın üzərinə tutalım, çəkdim, düzdürmü? Belə şifahi şəkildə də burada cızmaqara eləyib bunun güzgüsünü tapa bilərsiniz onsuz da o heç. Amma elə biraz dəqiq olmaya da bilər. Amma bunu faylın üzərinə çəkirsiniz. Tutalım faylın üzərinə çəkdim. Bax, hal-hazırda faylın üstündə tutalım. Faylı tərsinə çevirəndə, yəni üzü buradır da faylın. Faylı arxa üzünü çevirəndə, bax eynən alınır bizdə baxın bu vəziyyət. Yəni hal-hazırda güzgü əksini tapdıq. Həmin saatın güzgü əksi verilmişdi. Mən də onun güzgü əksini tapdım ki, hal-hazırda saat budur. Bax, həqiqətən saat budur da. Çünki normalda saatın əksi belə idi. Düzdürmü? Güzgü əksini belə görürdünüzsə, deməli hal-hazırda saat belədir. Bax, bu formatdadır. İndi burada baxıram ki, burada saat neçədir? Burada saat baxın 1-ə qalıb, bax 12-dir də bura. Bax 1-ə qalıb, bu saat əqrəbi, bu dəqiqə əqrəbi. Hal-hazırda saat 1-ə qalıb 10 dəqiqə. Yəni hal-hazırda bizdə saat burada 24 saatlıq formatda veribsə, hal-hazırda saat bilirəm ki 1-ə qalıb 10 dəqiqə. Yəni belə yazıram bunu. 12 50-dir saat hal-hazırda. İndi adam amma 14:05-də çıxmalıdır evdən. Hal-hazırda saat 12:50-dir, adam amma 14:05-də çıxmalıdır. Arada nə qədər məsafə var? Baxın, arada deməli 12:50, 1 saat keçəndən sonra olacaq 13:50, 15 dəqiqə keçəndən sonra olacaq 14:05. Yəni arada 1 saat 15 dəqiqə fərq var. O da bizə verir 75 dəqiqə. Cavabımız olur 75. Yəni B variantı. Növbəti sualımız məşhur akvarium sualıdır. Nədir burada məsələ? Bax, burada qayda verib. Deyir ki, akvarium, yəni bu, deməli, qalın xətlərlə sərhədlənmiş bloklara bölünür. Bax, bunlar bloklar akvariumdur. Yəni akvarium bölünüb bir neçə bloklara. Bax, bu bir blokdur, görürsüz, bu ikinci blokdur, bu üçüncü. Məsələn, bir neçə belə bir bloka bölünüb, sudoku kimi. İndi hər bir blokun rənglənəcək xanları həmin blokda suyun səviyyəsini göstərəcək. Yəni suyun səviyyəsini göstərəcək. Yəni hər bir blokun rənglənəcək xanları həmin blokdakı suyun səviyyəsini göstərəcək. Yəni sən burada xanları ya rəngləyirsən, ya da rəngləmirsən. Yəni mən dairələmək o deməkdir ki, rəngləmək, x-lamaq o deməkdir ki, rəngləməmək, belə deyək. Və rənglədiyin xanlar suyun səviyyəsi. Yəni mən əgər dairə qoyuramsa hər hansı xana, deməli burada su var. Deyir ki, xana yarımçıq rənglənə bilməz. Normalda belə deyək də, bax, bunu misal üçün sən xananı, bax bu xananı tam rəngləməlisən, full, düzdürmü? Buranı full rəngləməlisən. Mən indi bir rəngləməyəcəm, bunu dairə kimi göstərəcəm, su olan blokları. Deyir ki, blokun eni boyu hər hansı bir də xana yarımçıq rənglənməz. Yəni bu xanada yarımçıq su ola bilməz, tamam? Ya olmalıdır su, ya da olmamalıdır, ya tam olmalıdır, ya da sıfır, heç nə olmamalıdır. Blokun eni boyu hər hansı bir sətr üzrə xanaların hamısı ya sunan dolmalıdır, ya da hamısı boş olmalıdır. Deyir ki, blokun eni boyu hər hansı bir sətr üzrə xanaların hamısı ya sunan dolu olmalıdır, ya da boş olmalıdır. Bu birisi nə deməkdir? Məsələn, baxıram bu akvariuma, buradakı bloka. Bu blokda, məsələn, burada su varsa əgər, burada da su olmalıdır, burada da, burada da. Çünki məntiqlə düşünək, birləşmiş qablar qanununa görə fizikadan. Yəni, bax, burada əgər su varsa, deməli, buralarda da su var da, düzdürmü? Yaxud atıram da, misal üçün, bax, burada su varsa bu blokda, düzdür, yekə blokda. Burada su varsa, deməli, burada suyun səviyyəsi bərabər olmalıdır. Və təbii ki, xanada yarımçıq rənglənməz. Burada su varsa, burada su olmalıdır. Amma burada olmaya da bilər, çünki bu ayrı akvariumda, ayrı blokdur bu. İndi, blokda su ilə dolu sətrin altında boş sətirlər ola bilməz. Bu nə deməkdir? Misal, bax, sən bura dedim, tam bu xanada su varsa, avtomatik deyir ki, burada da su olmalıdır. Və indi baxın, akvariumda bu təsəvvür ki, belə bu cür dayanan bir qabdır. Bunlarda su varsa, deməli bunların altında da su var da, düzdürmü?
Çünki buraya yazan su varsa, bu demək ki, akvarium buraya yazan doludur. Yəni bunların altı falan da su var. Misal üçün atıram. Məsələn, burada su varsa, bilirəm ki, onda burada da su var. Burada su varsa, akvarium yuxarısı doldusa, deməli bax, bunların aşağısında da su vardır. Yəni su var ki, burada bunlar çıxıb da yuxarı. Yəni bunlar bunu demək istəyir. Hər bir sütunun yuxarıda və hər bir sətirdən solda yazılmış ədədlər uyğun sütun və sətirlərdəki su ilə dolu xanaların sayını göstərir. Yəni bu ədədlər o deməkdir ki, həmin sətir və sütunda bu qədər su var. Bax, bu 5 var ha. Nədir? Bu sətirdə 5 dənə xanada su var. Bu sətirdə 4 dənə xanada su var. Nə bilim, bu sətirdə 3 dənə xanada su var və s. Mən hansında ki su varsa, onu dairəyə alıram, baxın. Bu su var deməkdir. Su var. Bu isə su yoxdur deməkdir. Tamam? Bu x qoyduğum su yoxdur, dairə qoyduğum su var deməkdir. Heç biz tapmalıyıq ki, hansı xanaların vəziyyəti boşdur, hansı hərflər doludur və s. Bax, hardan başlayırıq əsas məsələ? Bax, belə suallarda adətən başlayırsınız ən böyük ədədlərdən. Misal üçün, bax, sətirlə baxın, ən böyük ədəd 5-dir. Yəni, burada zaten 6-nın 6-yıdır, düzdürmü? Buradan da başlamaq olar. Prosta burada bilirəm ki, 6 xananın 5-də su var. Düzdürmü? Bax, burada tam bilmək olmur. Amma burada, baxın, avtomatik bu sətir hamısı dolu olmalıdır. Bu 6 xananın 5-də su varsa, bax, məsələn, burada su olsa, bayaqki qaydamız var idi ya. Burada su varsa, bunlar hamısı su olmalıdır eyni blokda. Çünki suyun səviyyəsi eyni olmalıdır. Misal üçün, atıram, sən deyərsən ki, burada su olsun, ola bilər. Burada da cəmi 4 xanada su olsun. Bu mümkün deyil. Çünki burada məsələn birində su varsa, avtomatik bunların hamısı su olmalıdır. Eyni akvariumda, eyni blokdur. Avtomatik bilirik ki, bu 5 nəyi göstərir? Bax, ancaq bunu göstərir. Yəni bunlar doludur. Bax, bunlara dairə yazırıq. İndi bax, akvariumun blokun üstü doldusa suyla, deməli altında da su var da. Dedikdə, yəni əgər bir blokun üstü doldusa, altı da dolu olmalıdır. Bunu tapdıq. Bundan sonra yerinə. Bax, məsələn, baxıram bu 4-ə. Bilirəm ki, burada 4 dənə xanada su olmalıdır. Bax, nağd birini tapmışam. İndi avtomatik 3 dənəsi burada olmalıdır bu blokda. 3 dənəsi belə ola bilməz axı, misal üçün. Çünki altı boş ola bilməz bu akvarium. Yuxarıda su olsun, aşağıda su olmasın. Elə şey olmaz axı. Avtomatik burada nədir? Bax, ancaq bunlarda su ola bilər. Görürsünüz? Başqa, çünki ola bilməz ha. Məsələn, belə ola bilməz. Çünki yenə deyirəm də, altda boşluq ola bilməz. Çünki buralarda su varsa, ki, qab kimi təsəvvür edin. Qabın buraları doldusa, deməli aşağısında da su var da. Ona görə bu 4 var ha. Biri buradadır, 4-ün. Avtomatik 3-ü də bax olacaq burada. Bu oldu belə. İndi bax, burada su varsa əgər, eyni səviyyədə yenə su olmalıdır. Bax, burada da su var. Bilirəm ki, burada 2 yazı var. Deməli, burada cəmi 2 dənə xanada su var. İkisini də tapmışam onsuz da. Deməli, bunlarda su ola bilməz. İndi bax, bu 5 var ha. 5-i bilirəm ki, bunlar olmalıdır. Bax, bir dənə 6 dənə xanada. Birində burada su yoxsa, avtomatik digərlərində mütləq şəkildə nə olmalıdır? Su olmalıdır. İndi bax, burada su varsa akvariumun bu hissəsində və bunların hamısı doludur. Eyni söhbətə görə. Burada su varsa, burada olmalıdır dolu. Bax, indi bu 3 var ha. Görürsünüz, 3-ünü də tapmışam da dairələrin. Ona görə bu x-i silirəm. Yəni ki, daha doğrusu 3-ündə də su varsa, başqa su olmalı deyil. Bax, bunlara x yazıram. Bu akvariumda bu xanalar boşdursa, avtomatik, bax, bura boşsa, bunlar hamısı boşdur. Suyun səviyyəsi eyni qalmalıdır. Bura boşsa, deməli, bunlar da boşdur hal-hazırda. İndi, bax, bura 2 yazmışam da, düzdürmü? Deməli, burada cəmi 2 dənə xanada su var. Zaten ikisini də tapmışam. Deməli, burada su yoxdur. Bura 3 yazmışam. İkisini tapmışam, avtomatik burada su olacaq. Burada 4 yazmışam. 4 dənə xanada zaten suyu tapmışam. Burada su ola bilməz. Heç nədə burada su olmayacaqsa, yuxarılarda da su olmayacaq. Çünki 4 dənəsinin 4-ünü də tapmışam. Və bunlar x-dir. 5 dənəsini tapmışam, avtomatik burada olacaq x. Yəni, ola bilər x sualından aydın olmasın, biraz qarışıq sualdır. Əslində, mahiyyətini tutanda görəcəksiniz ki, həqiqətən rahat sual olmuş olur. Bitdi. Bunun ayrıca izahı var dərindən ki, akvarium həlli qaydası. Ona uyğun rahat tapıb eləmək olar. Biz indi tapmalıyıq ki, hansı hərflər doludur, hansı hərflər boşdur. Bax, boş xanalar hansıdır? X dadığımız. Bax, bir V hərfidir, bir də O-dur. V-nan O, yəni 1-ə gedir V-nan O,
Və A bəndi olur da. UHE nədir? Bax, UHE nədir? Bunlar dolu xanalardır. Avtomatik cavabım olur A bəndi. Növbəti sual şərti operatora aiddir. Nədir məsələ? Bax, C ilə D-nin düsturunu verib. Bizdə C operator D-nin düsturunu verib. Sadəcə burada C ilə D-ni müqayisə edib. D C-dən əgər böyük olarsa sənin düsturun bu olur. Əgər C 2D-dən böyük olarsa və yaxud 2D-yə bərabər olarsa düsturun bu olur. Gəlirəm birinci buranı hesablayıram. C 6-dır, D 7. Hansı böyükdür? D böyükdür C-dən. Deməli, bu şərt ödəyir. Və mən bu 6, 7-ni burada hesablayacağam. 6 üstəgəl 7 eləyir 13. 7 çıx 6 da eləyir 1. Çünki C6 D7-dir. 6 üstəgəl 7 13, 7 çıx 6 1. 13-ü 1-ə böləndə buranın cavabı elədi 13. İndi mən buranın qiymətini yerinə yazıram 13. Keçirəm bura. Bu dəfə C 3-dür, D 5-dir. Yenə bu şərt ödəyir də, görürsüz? Yenə 3 üstəgəl 5 8, 8-i bölürəm 5 çıx 3. 5-dən 3 çıxanda 2 verir. 8-i 2-yə böləndə buranın qiyməti olur 4. İndi 13-dən 4-ə hesablayıram. Bu dəfə C 13-dür, D 4-dür. C 13-dür və bu şərt ödəyir də. D 4-sə 2 vur 4 nə eləyir? 8. Həqiqətən 13 8-dən böyükdür. Deməli biz bu düsturunu hesablamalıyıq. C 13-dür yazıram 13, üstəgəl D də 4, üstəgəl D 4 çıx 8. Bunları toplayanda olur. Zaten baxın 4 üstəgəl 4 8 eləyir. Bu 8 ilə 8 islah olunur. Yerdə qalır 13. Cavabım olur B variantı. Növbəti sual imtahana dəfələrlə düşmüş bunker məsələsidir. Şərt verir ki, hər dəfə çatanda maneəyə yarıya bölünür. Burada 32 dənə kürə var. Bir-bir də saya bilərsiniz. Adətən şərtlərdə verir. Burada 32 dənə kürə var və hər dəfə maneəyə çatanda yarı-yarı bölünməlidir. 32 dənə kürə var. Gəlir buradan, görürsüz. Qələmi balacalaşdıraq. Aha. 32 dənə kürəmiz gəlir buradan. Nə olur? Maneəyə rast gəlir. Yarısı bura düşür, yarısı bura düşür. Deməli, 32 dənə kürənin 16-sı bura gəlir, daxil olur. 16-sı bura gəlir, daxil olur. İndi, bu 16 dənə kürəmiz var. Bu 16 dənə kürə gəlir buradan. Düzdürmü? Yarısı, yəni 8-i bura daxil olur, 8-i bura. Buradan da 16 dənə kürə daxil olur. Maneəyə ilişəndə 8-i bura daxil olur, 8-i bura daxil olur. İndi, bu 8 dənə kürəmiz gəlir. 4-ü bura, 4-ü bura. 4-ü bura, 4-ü bura. Bu 8 dənə kürə də gəlir. 4-ü bura, 4-ü bura gəlib düşür. 4-ü bura, 4-ü də bura. Burada nə qədər kürə keçəcək? Baxın 8, 8 cəmi elədi 16 dənədir. Düzdürmü? 16 yarıya bölünür. 8-i bura, 8-i bura. Bu 4 dənə kürə gəlir. Yarısı bura, yarısı bura. Yəni ikisi bura gəlib düşür, ikisi də bura gəlib düşür. Burada nə qədər kürə keçəcək? Buradan 12 dənə kürədir. Düzdürmü? Yəni 6-sı bura, 6-sı bura. Buradan da 12 dənə də 6-sı bura, 6-sı bura. Buradan 4 dənə keçəcək. Yəni ikisi bura, ikisi də bura. İndi bu 2 dənə kürədən gəlir, bax, ilişir bura. Biri bura gedəcək, biri bura. Buradan 8 dənə kürə keçəcək. 4-ü bura, 4-ü bura. Buradan 12 dənə. 6-sı bura, 6-sı da bura. Buradan da 8 dənə kürə keçəcək. Yəni 4-ü bura, 4-ü bura. Buradan direkt gəlib 2 dənə kürə gəlib düşəcək aşağı. Vəsə. Yəni burada məsələ nədir? Hər zolaqda nə qədər kürə var? Bax, burada 2 dənə kürə var. Burada 4 dənə. Burada nə qədər elədi? 10 dənə. Cəmləri götürürsən. Burada da 10 dənə. Burada 5 dənə. Burada 1 dənə. Hansı variant düzgündür? 2, 4, 10, 15, 1. 2, 4, 10, 15, 1. Bax, hələ cavabımız olur A bəndi. Yəni çətin sual deyil. Biraz ola bilər, vaxt apara bilər. Amma imtahanda rahatlıqla yazılışı suallardan biridir. Növbəti sual ardıcıllıq tipli sualdır. Bu da elə çətin sual deyil. Bax, burada məsələ nədir? Birinci dairələrə baxaq. Bax, dairələr hər dəfə fikir verin. 4 vahid artır. İndi 15-in üstünə 4 gələndə olacaq A-mız 19. 19-un üstünə 4 gələndə B olacaq 23. B-nin üstünə yazıram 23. Yəni, buraya yazıram 23. B 23-dürsə, 23-ün üstünə 4 gələndə olacaq 27. M də olacaq 27. Burada qeyd edirəm 27. Dairələri tapdıq. İndi baxıram, misal üçün, kvadratlara. Bax, 35, 6 azalıb gəlib olub 29.
6 azalıb 23, 6 azalıb 17, indi 6 azalanda 11, 6 da azalanda 5. Kvadrat 6, 6 azalır. F5'dir, C'də 11. İndi 3 bucağa baxıram. 20, 23, 26, bax bu 3 artır, görürsüz? İndi bura olacaq 29, bu da olacaq 32. D 29'dur, Y də 32. Belə eləyək, bunları toplayaq. 11, 32, 43, o da 5, 48. Üstünə 27 yəni də eləyir 75. A'mız neçə oldu? A 19. Deməli, buranın cavabı elədir 30, 43, 48, 75. Bunları toplayanda elədi 75. 75-dən 19 çıxanda 56 eləyir. 56-dan 23 çıxanda eləyir 33. 33-dən də 29 çıxanda cavabımız olur 4. Yəni rahat tapılan suallardan biridir. Növbəti sual demək olar əksər imtahanlarda istifadə olunan sahə və perimetr mövzusuna aid sualdır. Verilmiş fiqurun sahəsini tapın. Burada pi-nin 3 olduğunu verib, pi 3-dür. Hər damanında 1, yəni buradan bura 1-dir, buradan bura 1-dir. Bax bunlar 1 damadır. Bunları verib bizə. Deməli, birinci növbədə bax burada dairəvi fiqurlar var. Dairənin birinci növbədə sahəsini bilməlisən ki, pi r kvadratı ilə hesablanır. Yəni radiusun kvadratını vurursan pi-yə, pi də zaten 3-dür. Bax, mən nə edəcəm? Misal üçün, belə eləyək. Bax, məndə bu dairə var, görürsünüz. Mən bu dairə ilə buranı birləşdirəndə bir dənə kvadrat əmələ gəlirmi? Bax, bunu elə bir kəsib atıram hara, bax, bunun yanına. Görürsünüz, birləşir. Deməli, bu bir dənə oldu. Görün, bunlarda nə qədər var? Misal üçün, bax, sonra bura ilə buranı da birləşdirirəm, düzdürmü? Bax, bu hissəni. Elədi 2 dənə. Sonra məsələn, bax, bura ilə buranı birləşdirirəm. Eləyirəm 3 dənə. Misal üçün, bax, bura ilə buranı da birləşdirirəm, eləyirəm 4 dənə. Bax, hazırda bizdə 4, düz burada şəkil biraz qaçıb, amma olsun. Burada oldu 4 dənə. Bax, 4 dənə bundan var. Nağd qalsın yadımızda 4. Bir dənə qalıb, bax, indi belə eləyək. Gəl gör neçə dənə bir kvadratları var tam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu da bir 10 dənə də belə. Nağd 14 dənə tapmışam. İndi qalıb bu 2 dənə yarım dairəni tapmaq. Bax, bu dairəni necə tapacağam? Bax, bu hissəni. Bax, bu özü nədir? Obşi. Bu özü obşi 1-dir, düzdürmü? 1-dən çıxacam, bax, bu hissəni. Bu hissə nədir? Bax, bu hissə normalda dairənin 4də 1-dir, düzdürmü? Bu dairənin radiusu neçədir? 1-dir. Radiusu 1 olan dairənin sahəsi pi r kvadratı ilə hesablayanda eləyir 3. Və bu bunun nə idi? Ümumi deməli bu dairənin sahəsi 3-dür. Bura onun da nədir? Onun 4də 1-dir. 3-ün 4də 1-i nə eləyir? Yəni bura olur 0,75. Bax, bura obşi 1-dir. Bura isə olur 0,75. 1-dən 0,75 çıxanda bizdə qalır cavabımız 0,25. Yəni bizdə bax bu dairəmiz 0,25 imiş. Bura 0,25-dir, burada 0,25-dir. Cəmi eləyir 0,5. Bunları da toplayanda bizə verir 14,5. Cavab olur C bəndi. Növbəti sual çox məşhur suallardan biridir və çox maraqlı sualdır. Deyir ki, 4 dənə adam var. Eyni düzbucaqlı formasında olan kağızı 8 bərabər düzbucaqlıya bölür. Və hamıya eyni düzbucaqlı, deməli, düzbucaqlı forması kağız var, onu 8 dənə bərabər düzbucaqlıya bölürsən. Bax, gəl belə eləyək. Gəl 8 dənə biz nə eləyək? Düzbucaqlı çəkək. Deməli, bax, mən 8 dənə hal-hazırda düzbucaqlı çəkməyə çalışacağam. 1, belə eləyək, biraz böyük çəkək, bax. 1, 2, 3, 4. Daha doğrusu 8 dənə yox, üzr istəyirəm, 4 dənə. Çünki 4 nəfər adamdır. Bunları 8 dənə, 4 nəfər adamda 4 dənə düzbucaqlı var. 1, 2, 3, 4 dənə. Bunu 8 dənə bərabər düzbucaqlıya bölürsən. Bax, sən bunu indi 8 dənə bərabər düzbucaqlıya necə bölərsən?
Bax, bölmə metodlarına bax. Çünki 4 dənə fərqli-fərqli perimetr veribsə, deməli 4 dənə düzbucaqlını 8 dənə bərabər hissəyə bölərsən. Bax, misal, gəl biz birinci bunu 8 bərabər hissəyə bölək. Misal, bax, birinci olsun belə. Bax, bu formatda bölürəm. 1, 2, 3, 4. Görürsüz? 8-dən bir belə bölə bilərsən. Ondan sonra. Bir də belə bölə bilərsən. Misal üçün, bax, 1, 2, 3, bir də tən ortadan bax, belə bölərsən, onlar 4 dənə. Bax, yenə bax, 8 dənə belə, 8 dənə belə bölə bilərsən. Başqa necə bölə bilərsən? Misal üçün, deməli, başqa misal bax, 8 dənə belə bölə bilərsən. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Ya belə bölərsən, 8 bərabərcəyə. Ya da bunun tərsi kimi. Belə, bax, 1, 2, 3, 4, 5, mən də biraz düz bölmədim, 6, 7, 8. Nəsə də 8 dənə bax, 4 dənə fərqli-fərqli bölmək metodu olanda bax, ya 4 bərabər hissəyə bölə bilərsən, ya 4 belə bölə bilərsən, ya bu cür bölə bilərsən, ya bu cür, ya da bu cürünə bölə bilərsən. Deyir ki, indi alınan düzbucaqların perimetri 120, 86, 54 və 40-dır. Mən bilmirəm hansıdır. Mən onun üçün nə edirəm? Bax, bura ümumi gəl belə eləyək. Bax, ümumi düzbucaqlığımız burada tutalım. Hə, hər hansı ümumi düzbucaqlığımız budur. Bunun gəl bu tərəfi A olsun, bu tərəfi B olsun. Perimetrini deyirsə, perimetrdən soruşur da. Bilirəm ki, bunun perimetri necə tapılır? Bunun perimetri tapılır. A üstə gəl B-ni 2-yə vuraq. Yəni 2 vurulsun A üstə gəl B. Bu hamımızın bildiyi düsturdur. Bu heç. Mən indi nə edirəm? Bax, perimetr mənə əgər düstur budursa, 2 vurulsun A üstə gəl B. Bax, bura ümumi A-dır, hə? Bura ümumi B-dir. Bax, onda bura nə qalır? Bax, bura qalır A bölü 2. Bir xana. Düzdür? Burada bir xana nə qalır? Bura ümumi B-dir, axı bura olur B bölü 4. Keçirəm digərinə. Misal üçün, bura ümumi A-dırsa, bura nə olur? Bura olur hər bir tərəf A bölü 4. Bura ümumi B-dirsə, bura olur B bölü 2. İndi, bura ümumi B-dirsə, zaten yenə B-dir. Bura ümumi A-dırsa, bu 8-dən hissədir axı. Bura olur A bölünsün 8. Bir də qaldı bu. Bura ümumi A-dır. Burada ümumi B-dir axı. B-ni 8-ə bölürsən də 8-dən hissədir axı. Buranın da hərəsi olur B bölünsün 8. Bax, gəl belə eləyək. Bunların perimetrini tapaq. Bax, normalda bunun perimetrini necə taparaq? Bax, bir dənə düzbucaqlının perimetrini də belə deyək. Tərəflərini toplayıb 2-yə vururam. Yəni A bölü 2 üstə gəl B bölü 4 yazıram. A bölü 2 üstə gəl B bölü 4. Alınan cavabı 2-yə vururam. Düzdürmü? Eləyir A üstə gəl B bölü 2. Bu birinci bunun perimetri. Keçən bir dəfə bunun perimetrini tapmağa. 1 kvadratında, yəni A, yox, bu arada bura neçə idi? A bölü 4, hə. Bura A bölü 4-dür. Yazıram A bölü 4. Üstə gəl, burada nədir? B bölü 2. Vurulsun 2. Eləyir. A bölü 2. Üstə gəl B. Bax, bunu da tapdıq. İndi keçirəm bunu tapmağa. A bölü 8. Üstə gəl B-ni, vururam 2-yə. Bərabərdir. A bölü 4 üstə gəl 2B. Və axırıncıda bunu tapıram. A üstə gəl B bölü 8. Buna vururam 2-yə. A-nı 2-yə vuranda olur 2A. Üstə gəl B bölü 4.
Baxın, bununla bu bir-birinin tərsi, bununla bu bir-birinin tərsi olunmuş olacaq. İndi mənə nə deyirdi? Bax, bunlar tapdıqlarım bir dənədir. Axı bunlarda hərəsi 8 hissəyə bölünməmişdi, düzdürmü? Onda bunları 8-ə vururam hamısını. Bax, bu ifadələrin 4-ünü vururam 8-ə. Bax, yazıram. A-nın üstə gəl B bölü 2-ni vururam 8-ə. Olur nə? Qıraqdan yazıram. 8A üstə gəl B bölü 4. Bunu da 8-ə vururam. Olur 4 deməli B bölü 4 yox, B bölü 2-ni 8-ə vuranda 4B eləyir. Üzr istəyirəm, 4B eləyir burada. Bunu 8-ə vuranda hər tərəfini olur 4A üstə gəl 8B. Buranı 8-ə vuranda olur 2A üstə gəl 16B. Buranı da 8-ə vuranda olur 16A üstə gəl 2B. Bax, mən indi bilirəm ki, bunların perimetrləri normalda budur. Cəmləri də budur. Bilmirəm axı hansı. Onun üçün nə edirəm? Cəmləyərəm hamısını. Bax, bunların cəmi nə verir? 120, 86, 54. Mən 86 ilə 54-ü toplayıram 140. 300 eləyir. Bunların cəmi eləyir deyəsən 300. Görək. 130, 140, 150, 300 eləyir. Aha. Perimetrlər cəmi 300 elədi. Bəs bunların cəmi nə verir mənə? Bax, 8A 4A eləyir 12A, 14A 30A eləyir 30A. Üstəgəl 30B olmalıdır. Baxaq 12 30B. Aha. Bax 30A üstəgəl 30B neçədir? 300 deyil. Onda A üstəgəl B neçə olur? A üstəgəl B-ni tapmaq lazım. Bax burada hamısını 30-a bölsəm, bunu 30-a bölsəm, 30 daha getdi. Bunu da 30-a bölsəm, 30 daha getdi. Bunu da 30-a bölsəm, 30 bunlar getdi. Qaldı yerdə 10. Yəni 10 eləyir. A üstəgəl B-miz 10-sa, perimetr nə qədərdir onda? Perimetrimizdə olur 20. Yəni A üstəgəl B-miz 10-dursa, perimetrdə nədir? 2 vurulsun A üstəgəl B. A üstəgəl B 10-dur axı. 2-ni 10-a vuranda cavabım olur 20. Bu sualın əsl həlli yolu budur normalda. Bunun bəs qısa bir həlli nədir? Gəlin indi qısa həlli ilə tanış olaq. Bunun çox qısa həlli necə olur? Baxın. Bax, bu perimetrləri həmişə toplayırsan. Və bunları toplayanda olur 300. Yazıram bura 300. Aha. Baxırsan ki, kağız neçə bərabər düzbucaqlıya bölünüb. Bax, burada 8 bərabər düzbucaqlıya bölünüb. Bax, belə deyək də, yadda saxlayın. Bunun əslində hazır şeyi var, sistemi var. Nədir bunun sistemi? Bax, belə deyək də, bu düzbucaqlı 8 bərabər hissəyə bölünərsə, 7, 6, 5, 4, 3 və bir də 2 bərabər hissəyə bölünərsə nə olur? Bax, tək ədədləri o var ha, 3, 5, 7. Bunlarda sadəcə üzərinə 1 gəlirsən. Bax, bu ədədləri əzbərləyin, indi mən bunun mahiyyətini deyəcəm. Yəni, əgər məsələn düzbucaqlıdırsa burada 7 bərabər hissəyə bölünüb, onda bu perimetr var ha. Perimetrlərin cəmini. Bunu onda 8-ə bölürsən. 5 bərabər hissəyə bölüb deyəndə 6-ya bölürsən. 3 bərabər hissəyə bölüb deyəndə 4-ə bölürsən. Yəni tək ədədlərdə üzərinə sadəcə 1 gəlirsən. 7, 5, 3. Yəni bunlar olanda 3 deyil, 1 gəlirəm 4, 4-ə bölməliyəm. 5 bərabər hissəyə bölünsə üstünə 1 gələndə olur 6 bərabər hissəyə 6-ya bölməliyəm. 7 bərabər hissəyə bölübsə, yəni 8-ə bölməliyəm. Cüt ədədlərdə isə 2-yə vurub 1 çıxırsan. Yəni 8-də olacaq onda 15. 4-də olacaq onda 7, 2-də də olacaq onda 3. Bir dənə 6-nın özündə promoyu 12-yə bölürsən. Bax, bunu əzbərləmək lazımdır. Bunlar nədir? Neçə bərabər hissəyə bölünüb? Bu da ki, perimetri neçəyə böləcəm. Yəni, bunlar nədir? Bax, bunlar bölünən ədədlərdir. Neçəyə böləcəm? İndi burada 8 bərabər düzbucaqlı idimi bölünüb. 8 olanda neyə bölünməliyəm? 15-ə. 3 15-ə promoyu bölürsən, cavabın olur 20. Yəni, A bəndi. Növbəti sual, deməli, fiqurlar şablon suallardan biridir. Saat əqrəbi hərəkəti, saat əqrəbi istiqamətində qalından 40-40 xəttə keçirlər. Bucaqları azalma ardıcılığı ilə düzməliyəm. Mən nə edirəm? Baxıram ki, bax, misal üçün,
Bir nömrəli fiqur, 4 nömrəli fiqur var ha bu ürək. Bu biləndə saat əqrəbindən dönməlidir. Bu normalda təxminən 90 dərəcə sola aşırsam, təxminən 90 da yox, 90-dan da çoxdur. 100 dərəcə sola aşırsam alınır, amma sola yox, mən bu yana aşırmalıyam da buna. Bu yana fırladıb götürməliyəm. Tərsinə 100 dərəcədirsə, onda 360-dan 100-ü çıxacam, bura olur 260 dərəcə. Bu 260 dərəcə dönməlidir. Bu fiqur bax belə idi, gəldi oldu bax belə. Görürsüz? Arada neçə dərəcə bucağı var? Təxminən 45 dərəcə. Bura qeyd eləyirəm 45. Ondan sonra. Misal üçün bu fiqura baxıram. Bax bu xəttim, bax bu düzbucaqlı var ha görürsüz? Bu düzbucaqlı, bax məndə burada budur. Yəni bax bu nöqtəm bura gəlməlidir. Bunu neçə dərəcə döndərməliyəm? Bunu təxminən bax 90 dərəcə döndərsən tam olaraq belə deyim də bax bunu ortadan bölək. Bunu da ortadan bölək. Təxminən görürsünüz neçə dərəcədir? 90-dan da bir tık çoxdur. Təxminən 100 dərəcə, 110 dərəcə lap yazıram. Bu fiqur 180 dərəcə dönsə tam olaraq belə dayanmalı idi. Bu 180-dan daha az dönüb. Görürsüz, bunu bir tık da döndərməliyəm ki, 180 olsun. Təxminən yazıram 160 dərəcə. Bu birisi fiqur isə bax bu fiqur 180 dərəcə dönəndə olur belə. Baxıram ki, bu tam 180 deyil. Bax məsələn bunu görək, bunu təxminən düzmü yazdıq? Bu 180 dönsə tam belə, amma bu fiqur isə bax mənim bu nöqtəm fırlanıb gəlməlidir bu nöqtəyə. Yəni bura fırlanıb gəlməlidir bura. Bunu necə tapa bilərik? Misal üçün bu 180 dərəcə dönsə bu fiqur tam bu formaya gəlir. Amma 180 da dönmür. Görürsüz 180 dönsə tam belə olmalı. Bu daha çox əyridir. Bu biraz da döndər. Bu da təxminən 140-150 dərəcədir. Təxminən 140. Bura 160 yox 170 zat daha uyğundur. Nəsə təxminən belə bir şey olur. Azalma ardıcıllığı ilə tapırsam. Çoxdan aza doğru. 4 1 3 2 5 41 325. Cavab olur C variantı. Növbəti sual Hitoriya aid sualdır. Bu qaydalar lazım deyil. Bizə əsas bizə lazım olan bu hissədir. Biz nə edirik? Deməli, deyir aşağıdakı Hitoriyada soldan birinci sütunda, yəni söhbət bu sütunda qaranılacaq xanalarda yazılan ədədlərə deyir cəmini tapın. Nə edirəm? Baxın. Belə deyək də. Baxıram ki. Hitoriyada hardan başlayır? Bilir ki, 2 dənə A-nın ortasında B varsa onu dairələyirdik. Misal üçün, bax 2 dənə 4-ün ortasında 3 var. 3-ü dairəyə alıram. 2 dənə 2-nin ortasında 5 var. 5-i dairəyə alıram. 2 dənə 1-in ortasında 2 var dairə. Burada yoxdur. İndi sütunla baxıram. Burada yoxdur elə bir şey. Burada yoxdur. 2 dənə 2-nin ortasında 3 var, qalsın. Yəni dairələnib onsuz da. 2 dənə 2-nin ortasında 1 var. Bunu da dairəyə alıram. Burada yoxdur. 2 dənə 4-ün ortasında 3 var. Bir də yadınıza gəlirsə, demişdik ki, əgər bir ədəddən həm yanbayan, həm tək olursa, həmişə tək olan silinməli idi. Bu silinirsə, onda ətrafı saxlanılır. Yəni Hitoriyadan nədir məsələ? Hər hansı bir xanaya x qoyanda 4 tərəfini dairəyə almalıyam. Bunu yazdıq. Məsələn, bu biri saxlamışam, bu biri silməliyəm ki, təkrar olmasın. Onda bunları saxlayıram. Bu ikini saxladım, bu ikini silməliyəm ki, təkrar olmasın. Ətrafını saxlayıram. Bu üçü silsəm, bloka düşəcək. Bu 4. Üçü saxlamalıyam. Başqa yoxdur mən bildiyim qədərilə. Görə bəlkə başqa bir şey varmı burada? Yoxdur yəqin ki. Baxaq. Heç nə, başqa heç nə yoxdur. İndi keçirəm bir yerdən başlamağa. Cəba 2 dənə 4 var ha. Bu 2 dənə 4-dən birinin pozu birini saxlamalıyam. Gəl mən bunu pozum, bunu saxlayım. Bunu saxladığıma görə onda bunu pozmalıyam. Bunu pozumsa ətrafını saxlayıram. Bunu saxlayıramsa, bunu pozmalıyam təkrar olmasın. Onda bunu saxlayıram. Bunu saxladığıma görə bunu da pozsam, baxın bloka düşmüş olacaq. Görürsüz? Deməli, bunu eləyə bilmərəm. Bu eləsəm səhv gedəcək. Deməli, tərsinəsini eləyirəm. Bu dəfə bunu saxlayıb, o birisini pozuram. Bunu pozmuşsa bu 5 saxlamalıyam ətrafını. 5 saxladımsa bu 5-i silirəm.
4-ü və 2-ni saxlayıram. Bu 3'ü pozsam 5 bloka düşəcək. Bu 3'ü saxlayıram. Bunu bu 3'ü silirəm. 2-ni pozsam bax 4 bloka düşəcək. 2-ni saxlayıram. Bu 2-ni saxladığıma görə bu 2-ni silirəm. 5-i də silsəm nə olacaq? Bloka düşəcək. Həm belə, həm o pişik, həm belə. Fərqi yoxdur. 5-də saxlamalıyam. Soldan birinci sütunda, yəni bu sütunda qaralanacaq, yəni x-lanmış xanaların cəmini. 3 ilə 1-in cəmi olur 4, cavab olur C variantı. Növbəti sual qatlanma sualıdır. Nə edirik? Normal bizə verir əslində qaydanı. Biz özümüz o şablon da olur həmişə. Amma biraz vaxt aparan sualdır, diqqət tələb eləyən sualdır. Rəngsiz xana üzərinə düşdükdə rəngsiz. Yəni yazıram ki, ağ üstə gəl ağ olanda olur rəngsiz, yəni ağ verir. Rəngli rəngsizin üzərinə düşdü rəngli. Qara üstə gəl ağ qara verir. Qara üstə gəl ağ bizə verir qara. Rəngli xana rəngsiz xananın üstünə düşdükdə rəngli bunu yazdıq. Rəngli üzərinə düşdükdə rəngsizləşəcək. Yəni qara üstə gəl qara dağı verir. Bunu qeyd edirik hər zaman. Bunu yazandan sonra keçirəm bax əsas sistemə, əsas cədvəlimə. İndi nə edirik? Bax, burada birinci əvvəl bir xətt üzrə, sonra 2 xətt üzrə, sonra 3 xətt üzrə nə etməliyəm? Qatlayıb açmalıyam bunu. Bax, bir xətti budur. Burada qatlayıb açanda baxın, bunu ilə bunlar üstə düşür, bunu ilə bunlar. Birinci bunlara baxın. Bax, eyni rəngli baxın qısaca. Eyni rənglər nə olur? Görürsüz, ağarır. Müxtəlif rənglər qaralır. Bax, bunlar eyni rəngdir. Dəymirəm. Bunlar da eyni rəngdir, dəymirəm. Eyni rənglər ağarmalıdır da, bunları ağ yazıram. Bunlar da eyni rənglərdə ağ olmalıdır. Eyni rənglər ağarır, eyni rənglər zaten ağdır. İndi bu dəfə mən bunu ilə buna baxıram. Deməli, eyni rənglər yenə ağarır. Müxtəlif rənglər qaralmalıdır. Bura qaradsa, burada olur qara. Yenə müxtəlif rənglər qaralmalıdır. Bura qaradsa, burada olur qara. Yenə müxtəlif rənglər qaralmalıdır. Bura olur qara. Müxtəlif rənglər qaralmalıdır. Bura olur qara. Müxtəlif rənglər, eyni rənglər ağarmalıdır. Buna dəymirəm. Birinci qatlanma tamamlandı. İndi keçirəm ikinci xətt üzrə. İkinci xəttim də budur. Bu xətt üzrə qatlanma olanda birinci buna baxıram, bununla buna, sonra bunu ilə buna, sonra bunu ilə buna. Birinci buna baxaq. Eyni rənglər ağarır. Bunlar müxtəlif rənglərdir. Qaralmalıdır. İkisi də. Bu qaradır, bunu da qaraldıram. Bunlar müxtəlif rənglər qaralmalıdır. Bu A-nı pozub eləyirəm qara. Pozdum, elədim qara. Yenə müxtəlif rənglər qaralmalıdır. Ağı pozub eləyirəm qara. Yenə müxtəlif rənglər qaralmalıdır. Bura olur qara. Eyni rənglər ağarır. Buna dəymirəm. İndi bu dəfə bunu ilə buna baxıram. Müxtəlif rənglər qaralır. Bura qaradsa, bura olur qara. Eyni rənglər ağarır. Bu heç. Eyni rənglər ağ üstə gəl ağ verir. Yenə ağarır. Ağ üstə gəl qara qara verməlidir. Bura yazıram qara. Eyni rənglər ağarır. Bu da getdi. Bir dənə qaldı bizdə. Bu axırıncı ilə bu. Bu xətt budur axı. Bundan 1 dama uzaqlıqda, 2 dama və 3 dama uzaqlıqdakiləri götürməlisən. Eyni rənglər ağarır. Bununla bu müxtəlif rəngdir. Bu qaradsa, bu da olur qara. Eyni rənglər ağarır. Bura ağ yazıram. Müxtəlif rənglər qaralır. Bura qara yazıram. Qara, ağ. Onda ikisi də müxtəlif rəngdirsə qaralmalıdır. Bunlar da müxtəlif rəngdirsə qaralmalıdır. Bu oldu belə. İndi isə bir dəfə axırda 3-cü xətt üzrə qatlanmanı tapıram. Yəni 3-cü xəttdə budur da. Bu cürə qatlanma. Müxtəlif rənglər qaralır. Müxtəlif rənglər qaralır. Eyni rənglər qalır. Buna dəymirik. Müxtəlif rənglər qaralır. Eyni rənglər. Yox, dəymirik. İşimiz yoxdur. Və müxtəlif rənglər qaralmalıdır. Bura qaradsa, buranı da qaraldıram. Neçə xana deyir qaralmaq lazımdır. Yəqin ki, neçə qaralanmış xana var. Bir-bir bunları sayırsam. İndi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bax bunlar ağdır ya, ağ olub. 10,
11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, bu da bir 24 dənə Qaraxanam olmuş olacaq. Cavab olur B variantı. Və son sualımız barmaq məsələlərinə aid sualdır. Bu tip sualların da məqsədi nədir? Bax, şərtləri oxumuram, yəni bu barmaqların mahiyyətini verir bizə. Yuxarı baxan o deməkdir ki, mən eləməmişəm, aşağı baxan o deməkdir ki, mən eləmişəm. Sol tərəfə baxan soldakı eləyib deyir, sağ tərəfə baxanda sağdakı eləyib. O mahiyyətini bilsəz, əslində elə də çətin sual deyil. Bu 6 dənə oyunçu yoxdur, yazıram 6 yazan rəqəmləri. Yəni T1, T2, T3, T4, T5 və T6. Bunu yazdıq. Bunu ayırıram belə. Ola bilər bu sualı kim ilk dəfə görürsə, ona biraz çətin gələ bilər. Yuxarıda isə sadəcə barmaq işarələri olan oyunçular yazıram. 1, 2, 4 və 6. 1, 2, 4 və 6 nömrəli oyunçuları qeyd edirəm. Bunu alıram səliqəli formada cədvələ. Deməli, bunu da yazırıq, bunu da yazırıq. İndi, bundan sonra biz nə edirik? Bax, belə deyək də, sütunla doldururduq. Bax, bu nə deyir? Deyir ki, mən eləməmişəm. Bu bir dənə özü eləyəndə, bir nömrəli oyunçu özü eləyəndə yalan deyir. Başqaları eləyəndə doğru deyir. Deməli, bir nömrəli oyunçu bir dənə özündə yalan deyir. Başqaları eləyəndə avtomatik olaraq doğru deyir. Bu hamısı plus. 2 nömrəli oyunçu nə vaxt doğru deyir? Bir dənə 1 eləyəndə. Düzdürmü? Bu deyir ki, soldakı eləyib. Bu dənə bu eləsə doğru deyəcək də. 2 nömrəli oyunçu bir dənə 1 eləyəndə doğru deyir. Qalanlarında nə eləyir? Yalan demiş olur. 4 nömrəli oyunçu nə vaxt doğru deyir? 5 və 6 eləyəndə. 4 nömrəli oyunçu 5 və 6 eləyəndə doğru deyir. Qalanlarında yalan deyir. 6 nömrəli oyunçu deyir, mən eləmişəm. Bu adam bir də özündə doğru deyir. Qalan hamı başqaları eləyəndə deyir, mən eləmişəm, yalan deyir. Bunu doldurmaq əslində mahiyyətini biləndən sonra çox rahat. Bizə nə istəyir? Doğru məlumat verənlərin sayı, yalan məlumat verənlərin sayından azdırsa, deməli doğrular azdır yalanlardan. Yəni yalanlar daha çox olsun. Vəziyyəti kim təklif eləyib? Artan sırayla düzün. Yəni əgər doğru ilə yalan bərabər, doğru yalandan çoxdur, doğru yalandan azdır kimi şərtlər versə, yəni doğru ilə yalanı əgər müqayisə edirsə, onda sətirlə baxırsınız. Bax, görüm hansılarda yalanlar çoxdur. Bax, elə T1-də görürsünüz 3 yalan var, 1 doğru. Və T2-də 3 yalan var, 1 doğru. Və T3-də 3 yalan var, 1 doğru və T4-də 3 yalan var, 1 doğru. T5-də bərabərdir, T6-da isə doğrular daha çoxdur. Cavabım olur 1, 2, 3 və 4. Cavab olur D variantı. Belə bir sualdır ki, bu ola bilər ilk dəfə kimsə görsün bunu, bu cür bir çətin başa düşər. Bunun ayrıca izahı var. Ona baxırsınız qəşəng-qəşəng, sonra bu sualı rahatlıqla eləyirsiniz. Bu da bizim son sualımız idi. Sağ olun, salamat.